Necə edə bilərik ki, daha çox qazanaq və həyatımıza pulu cəzb eləyək? Bugünkü videom bunun haqqında olacaq. Təbii ki, sizlər bu videonu əldə eləmişsə, mən sizi təbrik edirəm. Çünki bu video hər kəsdə yoxdur, hər kəs üçün paylaşılmayıb. Deməli, ilk olaraq verdiyim, yəni Reels'də verdiyim iki texnika var idi. Daha doğrusu birinci kitab idi. The Secret kitabı, Sir kitabını oxumaqla bağlı idi. Ümumi olaraq məcmusun desəm sizə ki, The Secret kitabı nədən danışır? The Secret kitabı hər şeyi bizim cəzb eləyə bilməyimizdən danışır. Bizim doğru düşüncələrimiz vasitəsilə biz necə hər şeyi həyatımıza gətirə bilərik. Sadəcə doğru proqramlaşdırma lazımdır bunun üçün. Doğru istəməyi bacarmaq lazımdır və doğru titreşimdə, enerjidə olmaq vacibdir. Və biz bunu bütün həyatımız boyu əslində bilirik, amma doğru şəkildə istifadə eləmirik. Niyə doğru şəkildə istifadə eləmirik? Çünki biz davamlı olaraq kinolara baxırıq. Çünki bizi davamlı olaraq proqramlaşdırırlar. Heç bizim özümüzün də bundan xəbəri olmur. Təbii ki, videonun ortalarında və sonlarında sizə bir neçə pulu cəzb etməklə bağlı texnikalar verəcəm. Hansı ki, bu texnikalar vasitəsilə siz həyatınıza pulu daha tez cəlb edəcəksiniz. Amma ümumiyyətlə, total struktur tərəfdən gəlin baxaq ki, biz necə nəyisə həyatımıza cəzb edirik, nə təsir eləyir, nə təsir eləmir. Ümumiyyətlə, bizim bir istədiyimiz nəticə var. Yəni, biz deyirik ki, həyatımızda, misal üçün deyirəm, aylıq 10.000 qazancımız olsun. Bu 10.000-i qazanmaq üçün biz nə etməliyik? Çoxlu hərəkət eləməliyik, işləməliyik ki, həyatımıza 10.000 gəlsin. Amma insanlar var, razısınız ki, çox işləyirlər, çox çalışırlar, amma həyatlarına 10.000 gəlmir. Yəni, daha çox çalışırlar və 10.000 gəlmir. Və elə adamlar var ki, yüngül bir şeylər eləyir və həyatına böyük məbləğləri rahat şəkildə gətirirlər. Deməli, biraz daha dərinlərə enir hər şey. Nədir burada? Burada olan digər bir mövzu, baxmaq lazımdır ki, hərəkəti nə yaradır? Hərəkəti yaradır bizim arzularımız və istəklərimiz. Arzular haqqında geniş ayrı bir video paylaşacağım. Hansı ki, necə arzulamaq lazımdır, necə vizuallaşdırmaq lazımdır, necə həyatımızda olan arzuların panosunu düzəldək və necə bunu istəyək, bununla bağlı deyəcəm. Və biz arzulamağa başlayandan sonra hərəkətə keçirik. Əgər bir insan hərəkət eləmirsə, demək ki, artıq arzulamır, arzuları ölüb. Və bu insan üçün çox təhlükəli bir vəziyyətdir. Yaxşı, bəs arzuları nə yaradır? Heç fikirləşmişsiniz ki, arzularımızı nə yaradır? Arzuları emosiyalar yaradır. Biz emosiyalarla, hisslərimizlə nəyisə istəyəndə yüksək titreşimlərlə bu şeyi istəmiş oluruq və bunu həyatımıza çəkmiş oluruq. Amma bəzən elə olur ki, heç emosiyalarla istəmək də, yəni sizin çox belə emosional şəkildə istəməyinizdə buna kömək eləmir. Niyə? Çünki emosiyaları da yaradan bir şey var. Bu isə şuuraltı kodlama və şuuraltı proqramlaşdırmadır. Və bununla bağlı mənim bir kitabım var, mini PDF-im var ki, bizim beynimizi necə kodlayırlar, necə inanclarımızı dəyişirlər. Bunu əldə etmək üçün mənə yaza bilərsiniz, bu kitabı, mini PDF-i oxuya bilərsiniz. Baxın, bu 5 dənə bir şeydir. Yəni, nəticə əldə eləmək üçün hərəkət eləmək lazımdır. Hərəkət üçün arzu olmalıdır, xəyal olmalıdır. Xəyal üçün bizim emosiyalarımız, hisslərimiz qatılmalıdır işin içinə və şuuraltı proqramlaşdırma, yəni şəkillər olmalıdır. Şəkillər, yəni biz görməliyik davamlı olaraq. Mən sizi inandıra bilərəm, bundan əvvəl bir telefonum var idi. O telefonda dollar paçkasının üstündə bir saat var idi. İçi ağ, üstü qızılı. Bax, indi mənim qolumdakı olan saat. Yəni mən bunu təxminən bir neçə ay, 6-7 ay boyunca telefonumun ekranında saxladım. Sonradan elə oldu ki, bu saatı getdim, tapdım və almağa imkanım oldu. Yəni, bu hətta təsadüf yoxdur ümumiyyətlə, bu təsadüf deyil. Eyni cürə də demək ki, biz gördüyümüz zaman biz bunu şuuraltımıza kodlaya bilirik. Misal üçün, mən 3 dəfə qırmızı fil, qırmızı fil, qırmızı fil desəm, hər biriniz qırmızı fil təsəvvür edəcəksiniz. Amma həyatda qırmızı fil yoxdur. Və yaxud da göy maşın, göy maşın, göy maşın desəm, hər kəsin ağlına göy maşın gələcək. Yəni, göy maşın var, amma kimdəsə Kamaz maşınıdır. Kim üçünsə göy traktor ağlına gələcək, kim üçünsə göy Lamborghini ağlına gələcək, kim üçünsə göy Mercedes ağlına gələcək. Yəni, hər kəsdə fərqli şəkillər var. Demək ki, belə çıxır ki, biz şəkilləri doğru görəndə
təlqinləri doğru eləyəndə, bura hisslərimizi qatanda, doğru şəkildə arzularımızı yazanda və bununla bağlı hərəkət eləyəndə çox yaxşı nəticəyə gəlib çıxırıq. Yaxşı, bəs bunu necə eləyək? Və burada bir dənə də önəmli bir məqam var. Deyək ki, bunların hamısını elədik. Burada titreşimlər var. Yəni bizim öz daxili enerjimiz var. Hansı ki, bu enerjilər isə birbaşa bağlıdır bizim doğum tariximizə, şuur sayımıza, yəni hansı gün doğulmuşuqsa ona bağlıdır. Niyə? Çünki biz doğum gününə görə nəsə istəyirik, amma əldə eləyə bilmirik. Ki, razılaşmırıq bu situasiyada, nəticədə enerjimiz azalır. Enerjimiz azalanda isə biz istəklərimizə çata bilmirik. Tamam, bura biraz uzun mövzulardır. Gəlin texnikaları verim. Gəlin sizin üçün yazdığım texnikaları sizinlə bölüşüm və gündə 1 dəqiqə eləyə bilərsiniz. Musiqi qoyursunuz, hansısa bir piano musiqisi qoyursunuz, sakitləşdirici bir musiqi qoyursunuz və gözünüzü yumursunuz. Ayaqlar yerə möhkəm basır. Yəni ayaqlar yerə basılı şəkildə olmalıdır. Düz şəkildə otura bilərsiniz ki, beliniz düz olsun. Tövsiyə olunur ki, ümumiyyətlə oturaqlı eləyəsiniz. Niyə? Çünki baş yuxarı qalmalıdır. Yuxarıdan enerjinin necə girdiyini, bir işığın necə enerji şəklində bədənimizə yayıldığını təsəvvür eləməlisiniz. Birinci gözünüzü yumursunuz, nəfəs alırsınız, verirsiniz və bu enerjinin necə yuxarıdan aşağı bədənimizə daxil olduğunu görürsünüz və deyirsiniz, arzum ruhumdan dünyaya enir. Baxın, çox önəmlidir. Arzum ruhumdan dünyaya enir. Arzum yuxarıda qalmır. Mənim arzularım mənim həyatımda maddiləşir. Mən dünyaya enmiş niyyətləri qəbul edirəm. Siz bunları dediyiniz zaman arzularınız başlayacaq materiallaşmağa və maddiləşməyə. Bunu 21 gün ərzində gündə bir dəfə sakit bir şəkildə eləyə bilərsiniz. Təkrarlaya bilərsiniz. Yəni bir dəfə deyil, gün ərzində 3 dəfə də eləyə bilərsiniz. Amma minimum bir dəfə 21 gün bunu təkrarlamaq lazımdır. Bu zaman sizin arzu və istəkləriniz reallaşa bilər. Əlavə olaraq enerjini artırmaq üçün, doğum tarixiniz haqqında məlumat almaq üçün seansa yazıla bilərsiniz. Seansa yazılmaq üçün mənə yazın.